Gəlin bir anlıq təsəvvür edək. Bir gün oyanırsınız və görürsünüz ki, bütün pulunuz bir parça kağıza dönüb, banklar qapılarını bağlayıb və iqtisadiyyat deyilən o nəhəng, işlək maşın tamamilə dayanıb. Yox, bu heç bir qorxu filminin senarisi deyil. Bu 1929-cu ildə yaşanan bir reallıq idi. Elə bir böhran ki, təkcə bazarları çöktürmədi, iqtisadiyyat haqqında bildiyimiz bütün qaydaları yenidən yazdı. Baxın, bu sual var ha. Bütün bir iqtisadi sistem çökəndə nə baş verir? Bu, sadəcə kitablarda yazılan bir şey deyil. Bu, insanların həyatlarının, ümidlərinin bir anda yerlə yeksan olması deməkdir. Güvəndiyin hər şeyin bir göz qırpımında yox olmasıdır. 1929-cu il sadəcə bir maliyyə fəlakəti deyildi, yox. Bu, 100 illik bir inancın, bir iqtisadi nizamın sonuydu. Beləliklə, gəlin başlayaq. Hekayəmizin ilk hissəsində o vaxta qədər sarsılmaz hesab edilən köhnə qaydaların necə bir-bir pozulduğuna və bütün sistemin öz ağırlığı altında necə çöktüyünə baxacağıq. Məsələ heç də təkcə o birjalardakı rəqəmlər deyildi. Yox, əsl zəlzələ, əsl silkələnmə insanların beyinlərində baş verirdi. 100 illərdir ki, iqtisadiyyatın müqəddəs kitabı sayılan nəzəriyyələr reallığın sərt üzü ilə toqquşanda sanki bir kağız parçası kimi əzilib bir kənara atıldı. Yəni bu təkcə pul böhranı deyildi, həm də fikir böhranı idi. O vaxtlar iqtisadiyyatın, belə deyək, bir tanrısı var idi. Klassik iqtisadiyyat. Və onun tərəfdarları nə deyirdi? Deyirdilər ki, narahat olmayın, bazarın o möcüzəvi, görünməz bir əli var, o hər şeyi özü yoluna qoyacaq. Dövlət sadəcə kənarda durub baxmalıdır. Amma milyonlarla insan aclıq çəkəndə, bütün iqtisadiyyat koma vəziyyətində olanda, o görünməz əl heç kimin köməyinə gəlmədi. Və bu nəzəriyyə reallıq qarşısında tamamilə iflasa uğradı. Və bax, bütün bu ümidsizliyin, bu fikir boşluğunun ortasında səhnəyə tamamilə fərqli bir adam çıxdı. Adı John Maynard Keynes idi. O təkcə xəstəliyə diaqnoz qoymadı, o çox cəsarətli bir əməliyyat təklif etdi və bununla da iqtisadiyyat elmini əbədi olaraq dəyişdirdi. İndi isə gəlin iqtisadiyyat kitablarını sanki cırıb atan və onların yerinə tamamilə yeni bir fəlsəfə yazan o inqilabi fikrə biraz daha yaxından nəzər salaq. İl 1936. Keynes sadəcə bir kitab yazmır, sanki bir bomba partladır. Məşğulluq, faiz və pulun ümumi nəzəriyyəsi adlanan bu əsər, bugün bildiyimiz müasir makroiqtisadiyyatın təməl daşına çevrildi. Bu quru bir akademik yazı deyildi. Yox, bu köhnə iqtisadi nizama qarşı yazılmış cəsarətli bir manifest idi. Onun dedikləri o dövrün iqtisadi qaydaları üçün demək olar ki, bir təhqir kimi səslənirdi. Nə deyirdi Keynes? Deyirdi ki, birincisi, unudun o nağılları, bazarlar heç də həmişə özlərini xilas etmir. İkincisi, kütləvi işsizlik aylarla, hətta illərlə davam edə bilər. Və üçüncüsü, ən radikal olanı, belə anlarda dövlətin müdaxiləsi sadəcə bir seçim deyil, zərurətdir. Başqa sözlə, dövlət xilaskar rolunu oynamalıdır. Bax, bütün məsələni dəyişdirən o fundamental fərq məhz buradadır. Köhnə məktəb deyirdi ki, problem istehsalda, yəni təklifdədir. Keynes isə gəldi və dedi, tamamilə səhv düşünürsünüz. Problem istehsalda deyil, tələbdədir. Zavodlar istədiyi qədər mal istehsal edə bilər. Amma insanların cibində o malı almağa pul yoxdursa, iqtisadiyyatın mühərriki sadəcə sönəcək. Əslində, onun bütün argumentini bu sadə cümlə ilə xülasə etmək olar. İqtisadiyyat bir mühərrikdirsə, tələb onun yanacağıdır. Əgər yanacaq yoxdursa, ən güclü mühərrik belə işləməz. Bu qədər bəsit. Yaxşı, bəs bu sönmüş mühərriki necə yenidən işə salmaq olar? Keynesin resepti çox aydın idi. 1. Əgər insanlar və şirkətlər qorxudan pul xərcləmirsə, oyuna yeni bir oyuncu daxil olmalıdır. Hökumət. 2. Hökumət böyük layihələrə, yollara, körpülərə pul xərcləməlidir ki, yeni iş yerləri yaransın. Və 3. Bu yeni iş yerləri insanların cibinə pul qoyur, onlar da gedib xərcləyirlər və beləcə o dayanmış tələb çarxı yenidən fırlanmağa başlayır. Oldu, bu kağız üzərində çox cəsarətli bir nəzəriyyə idi. Bəs real həyatda, gəlin görək bu fikir reallıqla üz-üzə gələndə nə baş verdi? İşin ən maraqlı tərəfi odur ki, Keynes hələ bu nəzəriyyəni yazıb bitirməmiş, okeanın o biri tayında, ABŞ-da Prezident Franklin Roosevelt sanki onun kitabını oxumuş kimi hərəkət edirdi. Onun yeni saziş, yəni New Deal adlandırdığı proqram tam da Keynesin dediyi şeydi. Hökumət nəhəng layihələrə pul xərcləyərək iqtisadiyyata görünməmiş dərəcədə müdaxilə edirdi. Və ən heyrətləndirici məqam nədir bilirsiniz? Roosevelt Keynesin o məşhur kitabını heç oxumamışdı belə. Amma onun praktikada atdığı addımlar Keynesin nəzəriyyədə yazdıkları ilə təxminən %80 üst-üstə düşürdü. Bu sadəcə bir təsadüf ola bilməzdi.
Bu nə deməkdir? Bu o deməkdir ki, reallığın özü həm siyasətçiyə, həm də iqtisadçıya eyni yolu göstərirdi. Problem o qədər dərin, o qədər aydın idi ki, həll yolu da sanki öz-özünə üzə çıxırdı. Necə deyərlər, ağlın yolu birdir. Amma ironiya ondadır ki, Keynes öz vətənində, Britaniyada heç də qəhrəman kimi qarşılanmadı. Tam əksinə, Birləşmiş Krallıq hökuməti onun fikirlərini təhlükəli radikalizm adlandırıb rədd etdi. Çünki bu, onların bütün maliyyə intizamı, balanslı büdcə anlayışına zidd idi. Bəs niyə belə reaksiya verirdilər? Çünki bu fikirlər o dövrün bütün təməl inanclarını alt-üst edirdi. Yəni, hökumətin qəsdən borclanması, büdcədə kəsir yaratması fikri o zamanlar üçün ağla sığmaz, hətta az qala əxlaqsızlıq sayılırdı. Amma zamanla böhran dərinləşdikcə başqa bir yolun olmadığı aydın oldu. Amma Keynesin təsiri sadəcə bir ölkənin iqtisadiyyatı ilə bitmədi. Onun fikirləri İkinci Dünya müharibəsindən sonra yaranan tamamilə yeni bir dünyanın memarlığına çevrildi. Tarix 1944. Dünya hələ müharibənin külləri altındadır. Amma liderlər artıq bir şeyi başa düşürlər. İqtisadi xaos siyasi fəlakətlərə yol açır. 1929-cu il kimi bir böhranın bir daha dünyanı fəlakətə sürükləməməsi üçün onlar Amerikadakı kiçik Bretton Woods qəsəbəsində tarixi bir missiya üçün toplaşdılar. Qlobal iqtisadiyyatın qaydalarını sıfırdan yazmaq. Bu konferansın əsas şüarı bu idi. Bir daha əsla. Məqsəd aydın idi. Elə bir sistem qurmaq ki, gələcək iqtisadi fırtınalara tab gətirsin. Nəticədə nə oldu? Bugün də adlarını tez-tez eşitdiyimiz Beynəlxalq Valyuta Fondu və Dünya Bankı yaradıldı. Bəs bütün bu yeni sistemin arxasındakı əsas beyin kim idi? Təbii ki, yenə də səhnədə eyni adam vardı. John Maynard Keynes. Yaxşı, bütün bunların bizə qoyduğu miras nə oldu? Bu böhran və ondan doğan ideyalar bu günümüzü necə formalaşdırdı? Ən əsas nəticə bəlkə də budur. Roosevelt bunu praktikada göstərdi, Keynes isə nəzəriyyədə izah etdi. Amma son nəticə eyni idi. O köhnə, dövlət kənarda durmalıdır fikri tarixin zibilliyinə atılmışdı. Hökumət artıq iqtisadiyyatın kənar seyircisi yox, oyunun əsas oyunçularından biri idi. Bax bu cədvəl əslində bütün hekayəmizi çox gözəl ümumləşdirir. Bir tərəfdə ABŞ və praktik siyasətçi Roosevelt var. Onun yanaşması konkret addımlar idi. Manifesti isə yeni saziş proqramı oldu və təsiri də dərhal ölkə daxilində hiss edildi. O biri tərəfdə isə Britaniya və nəzəriyyəçi inqilabçı Keynes var. Onun manifesti bir kitab oldu. Öz vətənində gec qəbul edilsə də, təsiri bütün dünyanın iqtisadi arxitekturasını dəyişəcək qədər böyük oldu. Və gəlin bu düşündürücü fikirlə yekunlaşdıraq. Bəzən ən dəhşətli böhranlar ən böyük ideyaların doğulmasına səbəb olur. Əgər 1929-cu ilin o dərin xaosu olmasaydı, bəlkə də Keynesin bu cür inqilabi bir nəzəriyyəsinə heç ehtiyac da olmazdı. Və əgər Keynes və onun ideyaları olmasaydı, bugün bildiyimiz dünya, hökumətlərin iqtisadiyyata müdaxilə etdiyi, sosial təminatların olduğu, qlobal maliyyə qurumlarının fəaliyyət göstərdiyi bu dünya, yəqin ki, tamamilə fərqli bir yer olardı.